Bu qapının arxasında hər birimizin həyatına bu və ya digər dərəcədə təsir edən o suallar hazırlanır və biz bunu Azərbaycan mediasında, Azərbaycan televiziyası olaraq ilk dəfə göstərəcəyik. Gedək. Miflərlə dolu, haqqında iddiaların olduğu, bəzən ittihamlara məruz qalan o sirli məkan. İmtahandan asılı olaraq ekspertlər bunkerə bir neçə gün əvvəldən daxil olur, imtahanın bitməsinə yarım saat qalmış, oradan buraxılırlar. Hər kəs xüsusi avadanlıqlarla diqqətlə yoxlanılır, hər hansı şübhəli hal aşkarlanarsa protokollaşdırılır. O qapıdan keçdinsə ətraf mühitlə bütün əlaqən kəsilir. Bütün proses əslində bir neçə təsadüfi ədədin səsləndirilməsi ilə başlayır. 32. Minlərlə insanın taleyini həll eləyəcək o ədədlərdən birini səsləndirməkdə bu dəfə mənə nəsib oldu. 91. Təsadüfi rəqəmlər proqrama daxil olunur. Proqram xüsusi alqoritm özü verir və banka daxil olan, banka indiyənə kimi ekspert tərəfindən süzülüb gəlib daxil olmuş suallardan o təsadüfi alqoritmə əsasən və təbii ki, texniki şərtə əsasən suallar çıxır. 2 sual kitabçası gəlir. 2 standart texniki şərtə uyğun olaraq sual kitabçası gəlir. Bunker ekspertinin ilk vəzifəsi olaraq bu sual kitabçalarında olan suallardan ən uyğun olanını seçməlidir. Əvvəlcə dinləmə mətnləri möhürlənmiş zərfin içərisində bunkerdən çıxarılır. Daha sonra test kitabçasındakı sualların ekspertizası başlayır. Testlərin ekspertizası zamanı standartlara uyğunluğuna, tədris proqramından düşməsinə, düzgün qurulmasına, iki başlı cavabların olmamasına, qrammatik səhvlərə yol verilməməsinə diqqət edilir. Daha sonra gün ərzində cavab vərəqləri çap üçün təhvil verilir. Sabahınız xeyir olsun. Bunkerdə əslində hər kəs ilk baxışdan çox sərbəst görünsə də, təhlükəsizlik tədbirlərini görəndən sonra məsələnin nə qədər ciddi olduğunu anlayırsan. Pəncərələr, elektrik açarı, kondisionerin işə salınması üçün divara quraşdırılmış pult, yəni sızma ehtimalına yol aça biləcək hər şey möhürlənib. Və bir də təbii olaraq hər şey təhlükəsizlik kameraları vasitəsilə lentə alınır və protokollaşdırılır. Ən sonda sual kitabçalarının çap üçün təhvil vaxtı yetişir. İmtahandan əvvəl daha bir bunker işə düşür. Bu mətbəədir. Qapalı şəraitdə sual kitabçaları xüsusi avadanlıqlarla çap olunur, qablaşdırılır, möhürlənir, imtahan keçirilən müəssisələrə göndərilir. Bundan da həyəcanlı dəqiqələr başlayır. Çünki ekspertlərin işi bundan bitmir. Onların bir çoxu imtahan cavablarının da ekspertizasında iştirak edir. Cavab kartlarında isə bəzən təkcə cavablar olmur. İmtahanda iştirak edən şəxs cavab yaza bilməmişdir və sadəcə olaraq aşağıda yazmışdı ki, mən axtamdan gəlmişəm, xahiş edirəm nəzərə alın. Onun da nəzərə alınması bir şey yox idi. Bu hadisə gülməli olsa da cavab kartlarının şəxsən ekspertlərin əlinə gəlməsi məsələni ciddiləşdirir. Yəni, məsələn, bir şəxs cavab kartında əvvəlcədən danışıq apardığı ekspert üçün hər hansı kiçik qeyd qoyaraq ona özünü xatırlatmış ola bilər. Amma kimin yoxlayacağı əvvəlcədən bilinmir və ikinci tərəfdən bir imtahan sualını, bir dinləyicinin sualını 2 ekspert yoxlayır və bir-birindən xəbərsiz yoxlayır. Burada artıq belə deyək, siz dediyiniz ehtimalın olması üçün 2 ekspertin də sövdələşməsi lazımdır. Çünki ekspertlərin çoxu bir-birini tanımır. Biri yüksək bal versə, digəri nisbətən, yəni fərqli bal verəndə bu artıq 3-cü ekspertin ekspertizasına gedir və 3-cü ekspertə gedilən sual artıq belə deyək, nəzarətə götürülmüş bir sual kimi olur. Vaxt gəlib vədə yetişəndə isə bunkerə girişdə və bunker zamanı rutinə daxil olmayan hər hansı hadisənin haqq hesabı edilir və azad. Bunker həm də sığınacaq deməkdir.
bu məfhumu hərfi mənada qavrayıb, onun statusuna sığınaraq sadə insanların inamını, büdcəsini istismar edənlərin bir gün mənəviyyatlarını bunkerdən çıxaracaqlarına ümid edirik. Nigar Etibar, Allahverdi Məmmədov, Elşad Məmmədov, ASTV Xəbər.